Salam dostlar, bu videoda TCP/IP modelinə aid olan sualları izahlı formada cavablandıracağam. Suallara başlamazdan əvvəl OSI və TCP/IP modelinin oxşar və fərqli cəhətləri haqqında qısa məlumat vermək istəyirəm. OSI və TCP/IP modelləri kompüter şəbəkələrinin işləmə prinsiplərini izah etmək üçün istifadə olunan iki fərqli modeldir. Hər ikisinin məqsədi məlumatların şəbəkə üzərindən necə ötürüldüyünü göstərməkdir. Lakin quruluş və istifadə baxımından fərqlənirlər. OSI və TCP/IP modellərinin oxşar cəhətləri bunlardır. Hər ikisi şəbəkə əlaqəsini layerlərə bölür. Hər iki model müxtəlif istehsalçılara aid cihazların birlikdə işləməsinə kömək edir. Hər iki model şəbəkə problemlərinin diaqnostikasını asanlaşdırır. OSI və TCP/IP modellərinin fərqli cəhətləri bunlardır. OSI modeli 7 layerdən ibarətdir. TCP/IP modeli isə 4 layerdən ibarətdir. OSI modeli nəzəri modeldir. TCP/IP modeli isə praktik və real şəbəkələrdə istifadə olunan modeldir. OSI modeli ISO tərəfindən hazırlanmışdır. TCP/IP modeli isə ABŞ Müdafiə Nazirliyi tərəfindən hazırlanmışdır. OSI modelinin Application, Presentation və Session layerləri ayrıca mövcuddur. TCP/IP modelində isə bu funksiyalar Application layerə uyğun gəlir. OSI modelində fizikal və Data Link layerləri ayrıca mövcuddur. TCP/IP modelində isə bu iki layer Network Access layerə uyğun gəlir. OSI modeli tədris və şəbəkə problemlərinin analizində geniş istifadə olunur. İnternet və TCP/IP protokolları TCP/IP modeli əsasında işləyir. Bu şəkildə OSI modeli və TCP/IP modeli müqayisəli formada göstərilmişdir. Şəkildən də göründüyü kimi OSI modelinin 7 layeri var, TCP/IP modelinin isə 4 layeri var. OSI modelinin Application, Presentation, Session layeri TCP/IP modelinin Application layerinə uyğun gəlir. OSI modelinin Transport layeri TCP/IP modelinin Transport layerinə uyğun gəlir. OSI modelindəki Network layer TCP/IP modelindəki Internet layerə uyğun gəlir. OSI modelindəki Data Link və Physical layer TCP/IP modelində Network Access layerə uyğun gəlir. Transport layer hər iki modeldə eyni addadır. İndi isə keçək suallarımıza. 1 nömrəli sualdan başlayaq. OSI və TCP/IP modellərinin ortaq cəhəti nədir? Doğru cavab B variantı. Hər iki model məlumatların şəbəkə üzərində necə ötürüldüyünü təsvir edir. Hər iki model şəbəkənin necə işlədiyini anlamaq üçün bir framework təqdim edir. Keçək növbəti suala. 2 nömrəli sual. Aşağıdakı variantlardan hansında TCP/IP modelinin layerləri yuxarıdan aşağı doğru düzgün ardıcıllıqla verilmişdir? Doğru cavab A variantı. Application, Transport, Internet, Network Access. TCP/IP modelində layerlərin yuxarıdan aşağı doğru ardıcılığı belədir. Application, Transport, Internet və Network Access. Keçək növbəti suala. 3 nömrəli sual. Şəbəkə mühəndisləri problemləri aradan qaldırarkən niyə OSI modelindən istifadə edir? Doğru cavab B variantı. Problemlərin mərhələli şəkildə araşdırılması üçün OSI modeli daha əlverişlidir. OSI modeli problemlərin layerlər üzrə ayıraraq onların daha sürətli və sistemli şəkildə aradan qaldırılmasına kömək edir. Keçək növbəti suala. 4 nömrəli sual. TCP/IP modeli neçə layerdən ibarətdir? Doğru cavab B variantı 4. TCP/IP modeli Network Access, Internet, Transport və Application layerlərdən ibarətdir. Keçək növbəti suala. 5 nömrəli sual. OSI modelinin Session, Presentation və Application layerləri TCP/IP modelinin hansı layerinə uyğun gəlir? Doğru cavab C variantı Application. TCP/IP modelinin Application layeri OSI modelinin Application, Presentation və Session layerlərinin yerinə yetirdiyi funksiyaları həyata keçirir. Keçək növbəti suala. 6 nömrəli sual. TCP/IP modelinin hansı layeri OSI modelinin fizikal və Data Link layerlərinə uyğun gəlir? Doğru cavab C variantı Network Access. TCP/IP modelinin Network Access layeri OSI modelinin fizikal və Data Link layerlərinin funksiyalarını yerinə yetirir. Keçək növbəti suala. 7 nömrəli sual. TCP/IP modelində ən yuxarıda yerləşən layer hansıdır? Doğru cavab C variantı Application. TCP/IP modelində ən yuxarıda yerləşən layer Application layeridir. Application layer istifadəçi proqramlarının şəbəkə xidmətlərindən istifadə etməsini təmin edir. Keçək növbəti suala. 8 nömrəli sual. TCP/IP modelinin hansı layeri paketlərin routingindən cavabdehdir? Doğru cavab C variantı internet.
İnternet layer məntiqi adresləmədən və routingdən cavabdehdir. Məntiqi adres deyərkən IP adreslər nəzərdə tutulur. Keçək növbəti suala. 9 nömrəli sual. OSI modelinin neçə layeri TCP/IP modelinin application layerinə uyğun gəlir? Doğru cavab C variantı 3. TCP/IP modelinin application layeri OSI modelinin application, presentation və session layerlərinin yerinə yetirdiyi funksiyaları həyata keçirir. Keçək növbəti suala. 10 nömrəli sual. OSI və TCP/IP modellərində eyni adda olan layer hansıdır? Doğru cavab C variantı transport. Hər iki modeldə eyni adda olan layer transport layerdir. TCP/IP modelinə aid olan sualları izahlı formada cavablandırmağa çalışdım. Ümid edirəm ki, bu sualların izahı şəbəkəni daha yaxşı öyrənməyinizə kömək edəcək. Videonu bəyəndiysəniz like etməyi, şərh yazmağı və dostlarınızla paylaşmağı unutmayın.